Keçən şəhadətdə, əza məclisimizdə Həzrət Zəhra Salamullah Aleyhanın evinə hücum olmağın isbat elədik və Həzrətin məzlumanə şəhadətin zülmə məruz qalaraq şəhid olmasın əhl-i sünnət mənbələrindən sübut etdik, isbat etdik. İslam tarixinin qəti hadisələrindən biri Həzrət Zəhra Salamullah Aleyhanın şəhadətidir. Heç bir şiənin və heç bir insaflı əhl-i sünnətin, sünninin bu məsələdə şəkki şübhəsi yoxdur. İndi bu sələflər çıxıblar, şübhələr yaradırlar. Yoxsa bu məsələ necə ki, ötən məclisimizdə qeyd olundu, həm şiə kitablarında, həm də mötəbər əhl-i sünnət kitablarında, qaynaqlarında öz əksini tapıbdır. Bu kitablar bizə deyir, tarixi kitablar, hədis kitabları bizlərə deyir ki, Peyğəmbərin rəhlətindən sonra bir dəstə səhabə, o ki bunlar səhabələrin hamısını ədalətli bilirlər, bir dəstə səhabə Peyğəmbər evinə, vəhy evinə, Həzrət Zəhranın evinə hücum çəkdi, qapısını yandırdılar, zülm etdilər, zərbələr vurdular, qapı ilə divar arasında saxladılar. Həzrət o ürək ağrıdan hadisələrdən sonra xəstələndi, yatağa düşdü və qısa müddətdən sonra şəhid olub dünyadan getdi. Və öz vəsiyyətinə əsasən gecə ilə dəfn olundu və qəbri də gizlindi. Bu barədə biz danışdıq. Vədə vermişdik ki, bütün bu əhl-i sünnət, mötəbər qaynaqlara baxmayaraq, tarixən bir dəstə insanlar qərəzli şəkildə istəyiblər Həzrət Zəhra Salamullah Aleyhanın şəhadətin, Həzrət Zəhranın evinin qapısının yanmasın, o Həzrətə olunan zülümləri təksib etsinlər. Desinlər ki, belə şey olmayıbdır. Bu qondarma bir hadisədir, şiələr bunu özündən çıxardıbdır. Bu xütbədə sizi yormadan vaxta baxacam, ən çoxu 3 şübhəyə, çatdıra bilməsi 2 şübhəni deyib zikri müsibət edəcək. Ay cana, salavat zikr eləyək. O sözlərdən ki, səviyyəsiz, ucuz, əsassız, savadsız sözlərdir bunlar. Çünki bunlar məntiqi danışmayıblar ki. Haçan bunlar savadlı danışıblar? Haçan bunlar məntiq əsasən danışıblar? Haçan bunlar sübutla, dəlillə danışıblar, mötəbər danışıblar? Əksər hallarda bunlar əsassız, ucuz, səviyyəsiz danışırlar, savadsız danışırlar. Onlardan biri budur ki, onlar deyirlər ki, Həzrət Zəhra Salamullah Aleyhanın evinə hücum və evinin qapısının yanması qondarma bir hadisədir. Şiələr bunu qondarıbdır. Yalan bir hadisədir, əfsanədir. Nə üçün? Çünki ərəb kişiləri özlərinə icazə verməzdilər ki, özləri evdə olduqları halda qadın getsin, qapını açsın. Buna əsasən bir halda ki,
Tarix yazır, siz belə deyirsiniz, onların sözüdür. Siz deyirsiniz, Həzrət Əli evdə olubdu və Peyğəmbərin bir neçə sahabəsi də Həzrət Zəhranın evində idi. Zübeyir ibn Əvam kimi və sair kimi insanlar Həzrət Zəhranın evində idilər. Həzrət Əli evdə ola necə özünə icazə verirdi ki, Həzrət Zəhra getsin, qapını açsın. Bilirsiniz, bunlar bayaq dediyim kimi əsassız danışırlar və yüngül sözlərdən istifadə edirlər. İlk baxışdan, psixoloji nöqteyi nəzərdən tərəfin əgər məlumatı, yəni qarşı tərəfin məlumatı olmayanda deyir, düz deyir də bunu. Amma bu əqidə məsələsidir, bu tarixdir, bu hədisdir. Bu belə deyil ki, hələ sən nə cür hiss edirsən, sənə necə gəlir, sən nə cür qəbul edirsən, o cür düzdür, yox. Bir halda ki, evdə kişi var, xanım qapını açmalı deyildi. Bəli, bu kişilərin qeyrətinin ziddinədir və məxsusən ərəblərdə belə şey olmayıbdır. Bunlar bu cür şübhə eləyirlər. Cavab budur ki, Peyğəmbər ən qeyrətli şəxsiyyətdir. Bunda şübhə yoxdur ki. Peyğəmbərdən hədis var bu barədə. Ən qeyrətli mənəm. Həzrət İbrahim qeyrətli olubdur, mən ondan da qeyrətliyəm. Biz tarixi mənbələrə müraciət eləyəndə müşahidə edirik, görürük ki, heç də bunların dediyi kimi olmayıbdır. Müşahidə olunur ki, ərəblərdə belə şey olmayıbdır. Ərəblərdə kişi evdə olarkən belə xanımın qapıya getməsi və qapını açması həm ürfü nöqteyi nəzərdən, həm də qeyrət nöqteyi nəzərdən heç bir ziddiyyət təşkil etməyibdir. Qeyrətin ziddini olan bir iş olmayıbdır. Və nümunələr getiririk. Allah Rəsulü hər cəhətdən ən kamil insandır, məxsusən qeyrətdə. Tarixi kitablarda yazılır ki, Peyğəmbər özü evdə olarkən qapı döyülürdü. Peyğəmbər həyat yoldaşına buyururdu ki, qapını aç. Neçə nümunə? Vaxta görə 2 nümunə ərz eləyəcəm. İbn Əsakir tarixi Dəməşqdə gətirir, Dəməşq tarixi kitabında gətirir ki, Allah Rəsulü evdə əyləşmişdi, qapını döydülər. Nəyi? Qapını döydülər. Diqqət edin, çünki ikinci şübhədə qapı haqqında danışacaq. Pərdəni döymək olmur, qapını döyülür. Qapını döyürdülər. Allah Rəsulü həyat yoldaşı Ümmü Sələmiyə buyurdu, qalx, get qapını aç. İbn Əsakir gətirib bunu. Başqa bir rivayətdə ki, bunu Təbərs ehticacda da gətiribdi, ehticac-ı Təbərsdə də gəlibdi ki, bir gün Həzrəti Rasulullah evdə əyləşmişdi, Həzrəti Əli gəldi, qapını döydü. Allah Rəsulü Ayşəyə, xanımına buyurdu, İftəhi ləhul bab. Get, onun üçün qapını aç. Müşahidə edirsiniz ki, qadınların qapı açması kişilər evdə olarkən heç də o dövrün ürfünün və qeyrətin ziddini olmayıbdır. Nə o dövrdə ərəb ürfünün, ərəb qanunlarının ziddini olub, nə də ki, qeyrətin ziddini olubdur.
Məgər Həzrəti Rəsulullahdan qeyrətli kişi ola bilər? Yox. Peyğəmbərin qapısını döyəndə öz kitabları yazır ha bunu. Peyğəmbər buyurur ki, təbii ki, hər şey, hicab, hər bir məsələ öz yerində olmalıdır. Burada bir məsələ var. Biz cavab verdik ki, yəni siz düzgün demirsiniz. Bu şübhənin cavabı idi. Ki Allah Rəsulü öz kitablarınızda gəlib ki, öz xanımlarına deyərdi ki, gedin, durun, qalxın, qapını açsınız. Bu sübut olundu, yəni düzgün demirsiniz. Məsələ bundadır ki, Həzrəti Zəhra salamullahi aleyha qapını açmaq üçün getmirdi. Bununki cavabını verdik. Amma əsas sözümüz budur ki, kim sizə dedi ki, Həzrət Zəhra gedirdi qapını açmağa? Siz bu şübhəni ki eləyirsiniz. Əvvələn onlar qapı döymürdülər. Onlar təhdid edirdilər. Qapı yandırırdılar, qapı sındırırdılar. Qapını mədəni adamlar gələr, mədəni surətdə döyərlər, mədəni surətdə də, şəkildə də qapı açırlar insan üzünə. Onlar qapı döymürdülər ki, onlar hücum eləyirdilər evə. Ev dağıdırdılar, qapı yandırırdılar. Nə üçün siz məsələni sadələşdirib, normal həddə gətirib təqdim eləmək istəyirsiniz, sonra təksib eləməyə qalxırsınız? Belə deyir axı məsələ. Tarixə əsasən Həzrət Zəhra salamullahi aleyhanın evinə 3 hücum olunubdur. 3 dəfə hücum olunubdur. Baş verən hadisələr, Həzrətin şəhadətinə səbəb olan hadisə sonuncu hadisədir. Həzrət Zəhranın evinə birinci dəfə gələndə Həzrət Zəhra salamullahi aleyha gəldi, evdən, qapı arxasından onlarla danışıb onları qaytardı. Amma bu qapı yandıran əsas o ünsür, əsas o adam yox idi orada. Gələnlər, qayıtlar dedilər ki, biz Peyğəmbər qızı ilə üzləşmişik orada. Hətta bu ki, axırıncı dəfə gəlirdi və bu hadisələr baş verdi, qapının yanması, birinci dəfə gələnlər təəccüb eləyirdi. O adama deyirdilər ki, orada Peyğəmbər qızı Fatimə var ha, deyir olsa da, tarix gətiribdir. Hətta o olsa da belə. Həzrət Zəhra qapı açmağa getməmişdi ki. Həzrət Zəhra necə ki, birinci dəfə gələnləri gəldi, qapı arxasından onlarla danışdı, onlar qayıtdı. Bu dəfə də gəlmişdi, höccəti onlara tamamlasın. O hücum eləyənləri evdən uzaqlaşdırsın. Ki, bunlar evə daxil olmasınlar. Bu birinci şübhə idi. Qısa yenə təkrar edirəm. Onlar deyirlər ki, kişi evdə olarkən xanımın qapı açması ərəb qeyrətinə zidd olan məsələdir və ərəbin o dövrdə olan ürfünə uyğun gəlməyən bir məsələdir. Biz də sübut elədik, ən qeyrətli insanın həyat tərzi, Peyğəmbərin həyat tərzi ilə nümunə gətirdi ki, Peyğəmbər öz xanıma deyər ki, qalx qapını aç. Və sonra da əsas məsələni vurğuladıq ki, Həzrət Zəhra qapı döyülmürdü ki, gedib qapını açsın. Bu məsələni vurğuladıq, Həzrət istəyirdi onları hidayət eləsin, onları qapıdan, evdən uzaqlaşdırsın. İkinci şübhə ki, onlar istəyirlər bu sözlərlə desinlər ki, belə hadisə olmayıbdır. Diqqət eləyin məsələyə. Bunlar gülünc mövqe seçiblər. Nə üçün? Sən bu şübhələrdən 10 dənə yox, 100 dənə də desin, sizin mötəbər kitablarınızda bu gəlibdir. Ay bu sözlərdən deyəsən ha. Sən bu sözdən sosial şəbəkədə məlumatı olmayan ya bu cür əyani şəkildə məlumatı olmayan kimləri isə müvəqqəti olaraq qane eləyə bilərsən. Subutla yox, sənədlə yox, müstənəd olaraq yox. Hələ bu cür hissə qapılıb onlar nəyisə səndən qəbul eləyə bilərlər. Savadlı adamlar
araşdırırlar. Tarix araşdırırlar, hədislər araşdırırlar. Hər iki tərəfdən əlimizə yetişmiş mötəbər sənədləri araşdırırlar. Bu belə deyir ki, sən deyəsən hələ qutaraq, xeyr. Yüzlərlə bu cür söz desiniz də, sizin ən mötəbər kitabınızda, Səhih Buxaridə bu 3 yerdə gəlibdi. Diqqət eləyin. 3 yerdə Buxaridə bu gəlibdi. Ondan sonra Müslimdə, Səhih Müslimdə bu gəlibdi. İndi tarixi, təbəri və s. ilə axır ki, keçən səfər Ruhul Məani və s. kitablar ki, mən saydım sizə, nə qədər? Hətta niyə görə deyirəm? Diqqət edin. Hətta İbn Teymiyyə də Həzrət Zəhranın evinə hücum olunmasını qəbul edir. Kim bunu inkar edirsə İbn Teymiyyədən də pisdir. Diqqət edin. Bunlarda söz var. Deyir, filan kəsdən də pisdir. İbn Teymiyyəni tanıyanlar tanıyır ki, Minhacü's Sünnədə nələr gətiribdi, nə cür Həzrət Əliyə qarşı düşmənçilik olubdu, nə qədər həqiqətləri, fəzilətləri gizlədibdi. Bu məsələ o qədər mötəbərdir ki, o qədər şəffaf, danılmazdı ki, İbn Teymiyyə bunu dana bilməyib, inkar eləyə bilməyib, gətiribdi Minhacü's Sünnədə. Amma keçən səfər dedim də, hücumun səbəbin başqa məsələni gətirir ki, orada Beytulmal axtarırdılar. Səlavat zikr eləyək. İkinci şübhə, ikinci söz ki, bunlar deyirlər. O dövrdə Mədinədə, evlərdə qapı olmayıb ki. Qapı olmayıb ki. Bir pərdə çəkərdilər, astıyardılar qapı kimi. Qapı olmayıb ki o dövrdə. Gör, nə qədər savadsız insanlardılar. Nəinki 1400 il bundan qabaq Mədinədə qapı olmayıbdı. Tarixi oxuyanlar bilirlər ki, qapı bizim eradan 1000 illər qabaq olubdu. Sarayların qapıları olubdu, evlərin qapıları olubdu. Bunların şübhəsi budur ki, bəli, o dövrdə qapı olmayıb ki, insanlar bir pərdə astıyardılar, bir həsir dayıyardılar qapıya. İndi sadə insan da xəbəri olmayanı deyir, bəli, düz deyirlər də. O dövrdə heç qapı olmamışmış. Bunlar bizlər aldadırlar, roza deyirlər, ağladırlar, qapı bu cür oldu, qapının mismarı bu cür oldu, qapı ilə divar arasında bu cür qaldı. Şübhə bundan ibarətdir, yenə təkrar edirəm. Onlar deyirlər ki, o dövrdə qapı olmayıbdı, evlərin girişindən pərdə astıyarmışlar. Deməli, bu şiyələr bu hadisəni ki deyirlər, qondarıblar, əfsanə düzəldiblər özlərindən. Qapı olmayıb ki, qapı yansın, ya qapı ilə divar arasında qalsın. Bu məsələlər qapının varlığın inkar eləyəndən sonra artıq o bursa hadisələri də bunlar inkar eləyirlər. Amma diqqət eləyin, birinci şübhədə qapını inkar eləmirdilər. Deyirdilər ki, qadın gedməzdi qapını açmağa. Orada demirdilər qapı olmayıbdı. Hələ bu şübhələrin özləri bir-birlərini neynir, inkar edir. Bayaq sən deyirdin ki, qapı döyüləndə qadın gedməzdi, kişi gedərdi. Özün isbat eləyirsən, özün inanırsan, subut eləyirsən, özün deyirsən ki, qapı olurmuş ki, qapı döyülürmüş. İndi gəlib deyirsən, yox, qapı olmayıbdı, pərdə olubdu. Onun da cavabı budur ki, bu sual ki, o dövrdə, Mədinədə, Hicazda, evlərdə qapı olub ya yox, bəli, ona bir Quran ayəsi, vaxtımız azdır. İki məsələyə də başqa hədislərdən, başqa tarixi məsələlərdən sübut gətirəcək. Mübarək Nur surəsinin 61-ci ayəsində Allah təbarək və teala, çox gözəl surədir Nur surəsi. Orada evə girməyin mədəniyyətini öyrədir. Hansı evlərə siz necə girə bilərsiniz, hansı evlərə girməyin, icazə alın və s. ilə axır danışır. Kimlərin evi sizin nə cürdür, əmüzün evi, alanın evi və s.
Mübarək Nur surəsinin 61-ci ayəsində buna işarə olunubdur. Bu ayədə Allah Təbarək və Teala buyurur, sizin icazəniz var o evlərdən yemək yeyəsiz, o evlərdə gedib yemək yeyəsiz, yeməyindən istifadə edəsiz ki, o evlərin açarları sizin əlinizdedir. Siz o kəslərin evlərində yemək yeyə biləsiniz ki, o adamların evlərinin açarları sizdə var. Bu nə deməkdir? Əgər qapı olmayıbsa, açardan söhbət gedə bilir. Pərdəyə açar vururlar. Nə gülünc danışırsınız siz? Qur'an-ı Kərim işarə edir ki, o dövrdə qapı olub, hətta qapıların açarları olubdur. Qıfıllar olubdur. Və izah eləyir ki, hansı evə necə gedə bilərsiniz, hansı evə getməyə sizin icazəniz var, gətirib 61-ci ayədə bunu buyurur ki, o kəslərin evlərində icazəniz var, gedib yeyəsiz, yemək yeyəsiz, o evlərin açarları sizdə var. Yəni bu adam evin açarını verib sizə, deyib haçan istəsin, ged evdən istifadə elə. Öz dilimizdə, rahat dildə bu cür. Var da belə insanlara. Evin açarını verir, bəli, sizdə də olsun. Bu ayədən istifadə edirik ki, qapı da olub və qapının açarı da olub. Əgər qapı olmayıbsa, parçadan, pərdədən istifadə olunubsa, bu ayə açardan, qapıdan danışır. Səhih Müslim mötəbər kitabdır Əhl-i Sünnət üçün. Orada Səhih Müslim gətirir ki, Allah Rəsulü göstəriş verdi ki, gecələr qapılarınızı bağlayız. Peyğəmbər göstəriş verir müsəlmanlara ki, müsəlmanlar, indi oğurluq olurmuş və s. Gecələr qapılarınızı bağlayız. Peyğəmbərin bu göstərişindən açıq aydın məlum olur ki, söhbət həqiqi qapılardan gedir. Pərdəni nə cür bağlasın bu ev sahibi? Deməli bu məsələyə də Səhih Müslimdən cavab verdi. Səhih Buxaridə bu məsələyə işarə var. Deyir, bəli, ən mötəbər kitablardır Əhl-i Sünnət üçün və Sələfilər, Vəhabilər də qəbul edirlər mötəbər olaraq. Ravi deyir, sual elədim. Ayşə xanımın evinin qapısı bir laylı olub, yoxsa iki laylı? Da buna nə deyirsin? Hamımız bilirik də, qapı, indi də var, müasir qapılarda var. Görürsən, bir layı böyük olur, bir layı xırda olur girişlərdə. Qədimdə evlərdə mən görmüşdüm, köhnə evlərdə çox olardı. İki laylı qapılar. Deyir, sual edir ki, Ayşə xanımın evinin qapısı bir laylı olub. Lay düz deyirəm də, lay. Biz lay işlədərik. Bəlkə nəysə. İki hissədən ibarət olub, yoxsa yox. Ayşə xanımın qapısı iki laylı olub, yoxsa bir laylı. Və qapı hansı taxtadan olub? Da bundan artıq nə isə Səhih Buxaridə gəlibdi. O da cavab verir ki, bir laylı qapı olubdu və qapı da sac ağacının taxtasından hazırlanıb. Heç utanırsınız, xəzələt çəkirsiniz. Heç olmasa öz kitablarınıza baxınız. Ondan sonradan danışardı. Heç olmasa bax gör bu Səhih Buxaridən nə gəlib, Səhih Müslimdən nə yazılıb. Ondan sonra bu ağzıva gələni danışdı. Ona görə dediyimiz söhbətimin əvvəlində çox savadsız, səviyyəsiz sözlər danışırlar bunlar. Açıq aşkar Səhih Buxari qapının hansı materialdan, taxtadan olmağından danışır. Həzrəti Rəsulullahın xanımı Ayşənin evinin qapısından soruşurlar. Bir laylı olub, iki laylı olub, hansı ağacdan olubdur? Söhbət bundan gedir. Bu deyir, yox. Ümumiyyətlə heç qapı olmayıb deyir. Qısa olaraq buna işarə eləyəcəm.
O bundan ibarətdir ki, onlar deyirlər ki, ərəblər özünə sığışdırmazdılar qadın döyməyi. O ki qaldı Peyğəmbər qızın. Diqqət edin. Gör necə hissiyata qapındırırlar. O emosiyalardan istifadə edirlər. Təhrik edirlər insanları. Hissiyata qapandırırlar. Hissləri cuşa gətirirlər ki, siz nə danışırsınız? Ərəb o dövrdə qadınları döyməzdilər, vurmazdılar. O ki qaldı Peyğəmbərin qızına. Bu hörmətsizliyi heç vaxt. Ona görə bu düzgün deyil. Ki filanı gəlsin, Peyğəmbər qızın vursun, qapı yandırsın, təzyiq göstərsinlər, zülmə məruz qoysunlar, bu yalandır. Neçə nümunə gətirib bu məsələni inkar eləyəcəyik. Biz onlara deyirik ki, siz hansı ərəbdən danışırsınız? Öz qız övladların bastıran, diri-diri bastıran ərəbdən danışırsınız. Bəs qədər tarix kitablarında gəlibdir. Siz elə bir məsələ deyirsiniz ki, elə bir millətin, məxsusən bu ruhanilərin, bu cəmiyyətin, bu müsəlman aləminin, ərəbin tarixindən heç bir xəbəri yoxdur. Həmin ərəbdən danışırsınız ki, bunlar qız övladların, öz qız övladların diri-diri torpaqda bastırırdılar. Bu bir. İkincisi, siz məgər Peyğəmbərin ehtiramını saxladınız. Peyğəmbər buyurdu ki, xəstə yatağında mənim üçün qələm gətiririz, kağız gətiririz. İndi o dövrə məxsus olan yazmaq üçün vasitələr istədi. Yazmaq üçün qələm gətiririz, kağız veriz mənə, elə bir şey yazacam ki, məndən sonra heç vaxt yolunuzu azmayacaqsınız. İkinci xəlifə dedi ki, estağfurullah, İnnər-rəculə ləyəhcur. Mən bu sözü tərcümə eləməyə xəcalət çəkirəm. Ya Rasulullah, bağışla məni. Dedi ki, bu kişi sayaqlayır. Bu məsələni əhl-i sünnətin mötəbər kitablarında tapmaq olur və rahat tapmaq olur və bu məsələ o qədər məşhur məsələdir ki, bunu da inkar eləyə bilməyiblər. Başlayıblar buna fikir bildirməyə. İnşallah bir dəfə möhlət olsun, bir 50 dəqiqə vaxt istəyir ki, bu məsələni araşdıraq. Məgər siz ehtiram qailiydiniz, Peyğəmbərin vəsiyyətin pozan siz, Peyğəmbərə bu sözü deyən sizlər, Peyğəmbərin həyatında belə, sağlığında belə hörmətsizlik etdiniz. Peyğəmbərin cənazəsi dəfn olunmamışdan siz səqifə hadisəsini yaratdınız. Peyğəmbər hələ dəfn olunmamışdı, siz ona xəyanət elədiniz. Amma o ki qaldı, ikinci xəlifənin, bu adamın, bizdə əsərin qəhrəmanının, dırnaq arası qəhrəmanın, qadınlara qarşı xüsusi münasibəti, xüsusi kobudları dillər əzbəridir. Qırmancı ki əlində var idi, məhşur idi. Kəniz döyməkdə, qadınları döyməkdə. Bəs qədər nümunələr var bu barədə. Tarix yazır, deyir, qadını o qədər döydü, dedi, day özüm yoruldum səni döyməkdən. Tarix yazır ki, bir neçə xanım evdə əza saxlayıb ağlayırdılar. Qırmancı ilə daxil oldu içəri. O qədər vurdu onları, o Nohu oxuyan xanımı o qədər vurdu və hətta onun başında olan məcər, hicabı, çadırası açıldı. Orada olanlardan biri dedi ki, artıq saçı görsənir, başı görsənir. Dedi ki, bu cür deyə, görsənir, görsənsin də. Yəni o qədər hörmət qail döyürdü, belə deyək. Müsəlman xanım. Öz kitablarında gəlibdi ki,
Birinci xəlifənin gözü qarşısında ikinci xəlifə bir xanımı o qədər döyürdü. Bu nümunələr tarixi kitablarda var və bu cavabdır ki, siz nə danışırsınız ki? Ərəb xanıma əl qaldırmazdı, ərəb bu işi görməzdi, məxsusən Allah Rəsulunun qızına qarşı bunu etməzdi. Biz qısa olaraq nümunələri gətirdik. İndi bu söhbətə, xutbiyə baxanlar, savadlı adamlar, yəni onların savadlıları biləcək ki, mən hansı məsələləri dedim. Biləcək ki, biz hansı kitablardan danışdıq. Adi insanlar, burada olanlar ola bilsin, sadə baxırlar məsələyə. Mən bu 2-3 dəqiqədə o məsələ ki vurğuladım, o məsələlərə ki işarə elədim, qarşı tərəfdə savadlı adamlar biləcək biz hansı kitablardan, hansı məsələləri gətirdik, onları vurğuladıq. Amma bunu ərz edeyim ki, nəsə bu xütbədə çox enerji istifadə elədim, səs nəsə çox gəldi bu səfər. İnşallah çox xahiş edirəm ki, gələn günlərdə, xütbələrdə çalışaq, səsə az yol verək ki, həm dinləyicilər diqqətlə qulaq asa bilsin, həm də xütbəni rahat şəkildə mətləbləri sizlərə çatdıraq. Həzrəti Zəhra-i Mərziyənin mütəhhər ruhuna salavat hədiyyə edir. İnşallah qarşıda gələn 2 gecədə də buna oxşar şübhələr ki onlar deyibdi, biz o şübhələri cavablandıracaq. Görürəm ki, sosial şəbəkələrdə bu məsələlər çox vurğulanır və özümə vəzifə bildim ki, bu məsələlərə aydınlıq gətirək. Həzrət Zəhra salamullah əleyhanın şəhadət gecəsidir, tarixin ən hüzünlü gecəsidir. Elə bir xanım dünyadan gedir, şəhid olur. O gələndə Peyğəmbər qalxardı ayağa həmişə. Onun əlini öpərdi. Neçə qədəm onu qarşılayardı. Elə bir xanımdır ki, hədislər bizə buyurur ki, əgər Həzrəti Əli xəlq olunmasaydı, Allah təbarək və teala Həzrəti Mövlanı yaratmasaydı, ona həyat yoldaşı tapılmayacaqdı. Ona kuf, ona həmtay, onun səviyyəsində biri yox idi, olmazdı. Əgər Mövla olmasaydı. Bir məsələ ilə zikr-i müsibətə hazırlaşırıq. Həzrət Zəhra salamullah əleyha əqd mərasimində Peyğəmbər Həzrət Zəhra, Həzrəti Əli əleyhissalamın əqdin kəbinin oxuyur. Məhriyyə təyin olundu, məhr. Həzrət Rasulullah istədi, kəbini oxusun, bizdə kəbin kəssin deyərlər, kəbin kəssin, əqdin xütbəsini istəyirdi oxuya, Həzrət Zəhra ərz elədi, Ya Rasulallah, ədəb və Qurban xanım, İnnə bənatən nas yətəzəvvəcdə biddərahim. Ya Rasulallah, ey Allah Rəsulü, İnnə bənatən nas, xalqın qızları, adi qadınlar, yətəzəvvəcnə biddərahim, onların məhri pul, dirhəmlər olur. Fəməl fərqu bəyni və bəynəhun. Mənlə onların daha nə fərq oldu? Gör, hansı cəhətdən deyir ha?
Əs'əlukə ən təruddəha. İstəyirəm ya Rasulallah, başqa bir məhriyyə təyin olunsun. Əs'əlukə ən təd'ullah ən yəc'alə məhri əş-şəfaətə fi usati ümmətik. Səndən istəyirəm, Allahdan istəyəsən, mənim məhriyyəmi ümmətin günahları üçün şəfaət qərar versin. Ya Rasulallah, istəyirəm mənim məhriyyəm qiyamət günündə sənin ümmətinin günahkarlarına şəfaət etmək olsun. Mənim də məhriyyəm dirhəm qızıl oldu, gümüş oldu, dünya malı oldu, məndən başqalarında nə fərq oldu? Peyğəmbər gözlədi, biraz səbr elədi. Rozən budur ya. Peyğəmbər səbr elədi. Cəbrail əmin nazil oldu. Cəbrail nazil oldu, bir hərir parça gətirdi. Parçanın üzərində yazılmışdı: Cəalallah məhrə Fatimətəz Zəhra şəfaə əl-muznibin min ümməti əbiha. Cəbrail nazil oldu, bir hərir parça gətirdi. Parçanın üzərində Allah tərəfindən bu yazılmışdı: Allah Fatimə Zəhranın məhriyyəsin atasının ümmətinin günahlarının şəfaəti qərar verdi. Salavat! Bəli. Elə ki, Həzrət Zəhra bu gecə can verən halına düşdü. Parça nə oldu? İstəyirəm o parçadan danışım. Cəbrail gətirən parça nə oldu? Elə ki, can verən halına düşdü. Vəsiyyət elədi ki, o parçanı gətirin qoyun sinəmə. Vəsiyyət elədi ki, o parçanı məndən dəfn elə ya Əli. Qiyamətin günündə o parçanı əllərimdə qaldıracam, atamın ümmətinin günahkarların şəfaət eləyəcəm. Ya Zəhra, qiyamətin günündə bizləri də yaddan çıxartmayasan. Bu məclisdə olanlar hərə bir dərdlə gəlirdi. Həzrəti Mövla o parça ilə dəfn elədi Həzrəti Zəhranı.